yerində onları qayıqdan tullayıb, üzməyə məcbur etdilər. Uşaqlar əl qolatdılar, çabaladılar, duzlu suyu udaraq dənizin dibinə batdılar, lakin boğulmadılar. Elə buradaca sahildə ağrıya dözüb dostluq əlaməti olaraq, onlar bir-birinin əlini iynə ilə yazdılar. Kimin hünəri vardı ki, onlardan birini təhqir etsin? O biri dərhal özünü yetirərdi. Elə ki, o özünü yetirdi, Fərmanın coşqun qəlbinin sevgi çox tez həyəcana gətirdi. O hamıdan gizlin, bircə balıq qulağı yığıb boyunbağı düzəldirdi ki, qonşunun qızı Bilqeysə bağışlasın. O öz sirrini Əsəddən başqa heç kəsə açmırdı. Onların dostluğu çox möhkəm idi. Onlar bir yerdə böyüdülər, bir yerdə məktəbə getdilər, vaxtı gələndə isə bir yerdə hərbi xidmətə gedib, bir yerdə də qayıtdılar. Bu illər ərzində çox şey dəyişmişdi. Qəsəbə böyümüş, balıqçıların doğma arteli xeyli tərəqqi etmişdi. Bilqeys də böyümüş, doğrudan da gözəl bir qız olmuşdu. Əvvəlki kimi Fərman yenə də onun xoşuna gəlirdi. Fərmanın bağışladığı boyunbağı hələ də onun boynundaydı. Lakin o özünün gözəl olduğunu çox yaxşı bilirdi. Belə gözəllik üçün isə, axır həmişə həyəcanlı, öz yaxşı işindən belə razı qalmayan əsil dost gəmisinin gənc kapitanı Fərman, Bilqeysə nə saadət bəxş edə bilərdi? Məsəl var, deyərlər, balıqçı uşağının üstünə mayaq işığına gedən kimi gedir. Kaş ki... Eybi yoxdur, şəhər uşaqsan, öyrənərsən, hələ sənin belə günlərin çox olur.
külək, tufan, ayrı-ayrılıqda bunlar bir şey değil. Vay onda ki, hamısı birdən başlayır. Dənizə getmək halvazat deyil. Belə havada boğula bilərlər. Sözə qulaq asırlar ki, Qayılara toxunarıq ha? yox, toxunmarıq. Atmaqlar, oraya işıq alsaydılar. Ne olardı ki? Sola ver. Biraz sola ver. Dalga koyma. Sola ver. Geriye. Yaxşılaq qoy, hamı minsin. Paşa xala, Sənə nə oldu? Belime kaynar kazan düştü. Ferman! Ferman! Qayığı dalga apardı. Heç cəmaat? Hamı mindi. Baktım beleymiş. Gel Paşa xala, heç üzmək lazımdır. Gəmi batır. Tez ol Paşa xala. Əsəd, indi sən düş. Əsəd! Tez ol, tez düş. Kəndire sarının. Paşa xalanı, Paşa xalanı sarı. Darıxma ay sənəm, darıxma. Allah kərimdir. Fərman necə olsa gəlib çıxar. Gözləyək. Gözleyek de ne deyirəm? Bir vaxt vardı ərimi gözləyirəm. İndi də oğlumu gözləyirəm. Al biraz iç. Yok. Paşa xalıya ver, koy kızışsın. Paşa xala. Əsəd, arvan ölür. Yok. Olabilmez. Ölüm. Yok. Yalandır. Olabilmez. Yalandır. Olabilmez. Olabilmez.
Aç. Aç bu ipi. Beni batırır. Olmaz. Sen gemide kapitansın, burada yok. İndi herkes öz başını saklayır. Aç. Dedim ki olmaz. Ben özüm açarım. Bu ölü qarıdan ötürü mən dənizdə batmaz. Ağlını başına yığ Əsəd. Yüzdən düşmüsən. Kömək edərəm. Çiynimdən tut. Əsəd! 3 nəfərdir. Qızlar, Sədir gəlir. Səhər Bilqeysə elçi göndərib, o da hə verib. Oğlana söz yoxdur, qəsəbədə birincidir. Bəs qızın ürəyi? Sən ürəyinlə neynədin Bilqeys? Mənim ağlım nə desə, ürəyim də onu eləyir. Bəs fərman? Ona söz verməmişdim ki. Mənim fərmanla aqibətim nə olacaqdı? Mən çox axtardım, axır ki tapdım. Biraz tələs. İdareye gitmiştin. Yok. Yedek. Komisya gelecek işiniz ha? Ne komisya? Nece ne komisya? Gemini batırmışık, adam ölüp. Hele bilirsen bastırdı, kurtardı gitti. Balık cehennemde de olsa gitmeye lazımdır diyen kim idi? Ben dedim. Vay sağ ol, indi mən sənin qulluğunda hazır. Mənə sənsiz də kömək edərlər. Kim? Əsəd, biz hamısını deyirik. Hələlik mənim başqa işim var. Bilqeyslə? Bəli. Düz 3 saat gecikmişsən. Atası razılığını verdi. Bilqeys indi mənim adaqlımdır. Əziz balam, qəşəng balam. Atana de ki, bir də belə səfərə getsə, qaydanda bizi sağ görməyək. Bəli, demək olar ki, bugün atan təzədən dünyaya gəlib, anadan olan günüdür. Bir yerdə bayram edərik. Eybi yoxdur. Hər halda bura gəlməyim yaxşı oldu. Burada gəmi alıb kapitan olmaq asandır. Pillə-pillə yuxarı qalxıb böyük gəmi alaram. Ondan sonra mən yuxarıda olacağam. Daha burada yox, əsl gəmidə. Mən səndən indiyə qədər bundan başqa təzə bir söz eşitməmişim. Deməli, məni yuxarıda yox, aşağıda görmək istəyirsən. Mənim üçün fərqi yoxdur. Təki sən həmişə mənimlə olasan. Səninlə deyiləm, hardayam ki? Nə olsun ki, mən sənin üçün bu stol, şkaf kimi bir şeyəm. Axı bugün mənim də anadan olan günümdür. Hə, doğrudur. Lap yadımdan çıxmışdı. İltifatınız artıq olsun. Çox sağ olun yoldaş Kaliti.
Sağ olun, çox razıyam ki, mənə baş sağlığı verməyə gəlmisiniz. Bəli, dəhşətli hadisədir. Müharibədən əvvəl Dəniz oğlum əlimdən aldı, indi də arvadımı. Xəzər zərafat sevmir. Buna görə də onunla zərafat etmək lazım deyil. 2 gündür hadisənin səbəbini axtarır. Heç nə başa düşmək olmur. Məsuliyyətsizlik, öz başınalıq, rəqəm dalınca qaçmaq, axırı da ki, bu hadisə. Hadisə öz yerində. Bəs o saydıqlarında günahkar kimdir? Günahkarı tapmışıq dayı, tapmışıq. O öz cəzasına çatacaq. O kimdir? Balıq ovuna rəhbərlik edən kapitan Fərman Məcidov. Onda nə haq yerə şəhərdən bura gəlmisiniz? Bunu elə oradan da buyura bilərdiniz. İndi ki gəlmisiniz, günahkarı dənizdə yox, sahildə atırmaq lazım. Sahildə niyə? Əşi bizim dərinlikdə nə işimiz var? Biz elə sahildə əlləşib, silotka milotkadan tutub, çörək pulu çıxardırıq. Bir təhər dolanırıq. Sizə də baş ağrısı vermirik. Sədrimiz də ki Allah'a şükür bizdən razı. Dayan. Hə? Biz gəminin batmasından danışırıq. Siz də silotkadan. Bax, yoldaşın arvadı ölüb. O dünyaya gedəndə arvadımın ölümünü Allah'tan soruşaram. Hadisənin səbəbini ondan başqa heç kəs bilməz. Amma beyrimiz qızılla doludur, biz onu görmürük. Gəlin bunun haqq hesabını çəkək. Kimdən? Bizim sədrimiz Cəlildən. Toyumuzu da elədik. Ancaq mənim heç ürəyimdən olmadı. Başqa cür eləmək olmazdı. Qonşu elə yas saxlayır, yoxsa... Mənə başqa heç nə lazım deyil. Mənə də heç nə lazım deyil. Eşitmisənmi, məni işdən çıxarıblar. Heç bilirsən yerimə kimi qoyublar? Bilirəm, Fərmanı. Bunu özünlə gətirməyə də bilərdin. Bu işdə Fərman 3 saat gecikdi. Ancaq sən mənim arvadım olmağa tələsməyirsən ki. Heç bu sözlərin yeridir. Sən ki məni sevirsən, Cəlil. Sevirəm. Doğrudur, mən səb sahibi deyiləm. Ancaq hələ ölməmişəm. Sən də mənim arvadımsan. Onları görən gözüm yoxdur. Nə bil qeysinədir Cəlili. Əlimə düşsələr ikisini də parçalaram. Onda ürəgin soyuya. Saymaz, elə ona görə də buradan çıxıb gedəcəyəm. Hara? Gəmiyə gedəcəyəm, zavodda şoför olacağım, har oğlu olsun, bircə buradan uzaq olum. Burada fərsiz çıxdım, gəmini batırdım, paşaxaların ölümünə bahis oldum. Xalq səni təmizə çıxartdı. Nə olsun, onsuz da qalan deyiləm. Onda git. Kaç. Deniz korkuludur. O həmişə balıkçıya ona verdiğinden daha çok alır. Kaç ondan. Tez ol. Ana, mən qorxaq deyiləm. Korkaksan. Senin neslinde denizden korkan olmayıp, biz senin atanla korkulu kayalara gidirdik. Özümüz de inanırdık ki, ele gün gelecek, deniz bize teslim olacak. Ama sen git. Git. Niyə qoydunuz getsin? Axı mən neyləyə bilərdim? Sən təzə gələndə cəmaat yaman sevindi. Çünki onların rəyindən danışdın. İndi qaçıb gizlənirsən? Deyəsən qorxursan. Qorxaq deyiləm. Məni asanlıqla yıxmaq olmaz. Elə nəsildən deyiləm. Onda gəl sədrimiz ol. Mən, sizin sədriqin? Ha. Nə olar ki? Gör nə qəşəng qulubdur. Yaxşıdır. Sənə gül kimi təsərrüfat verirəm. Görürəm. Onda bəlkə sən başa salasan. Niyə məni çıxarıblar, ha? Gülə görə. Kökü yoxdur. Gülündəki gərək kökü olsun. Onda solmaz, möhkəm olar. Mən hansı şey qoyacaqsan? Əlindən nə gəlir? Rəhbərlik etmək. Kommunikoza, ticarətə, artilə başçılıq eləmişəm. İndi iş verərik, balıq tutmaya gedəcəksən. Mən? Nə olar ki, balığı da tutarıq. Bəli, balıq tutacaq, gül əkməyə yığışmamışıq ki. Sən buradan indirsən. Yedi və. Rədd ol buradan!
Salam usta. Aleykesselam. Salam. Salam. Böyük işdir. Əvvəlin dənizçi, axırındakı bu. Yaxşı, ver kömək eləyim. Səni tor çəkməyə seçiblər. Daha demə. Hələ o qədər böyük işlər görüləcək ki, heç bilmirəm hansından Elə başlayıb. bu da qənimətdir. O böyük iş nədir? Dənizlə mübarizə, əsl dostu çıxarmaq, əlavə təzə gəmi almaq, hava donanması ilə danışmaq lazımdır ki, təyyarə göndərsin. Balıq sürüsünün yerin göstərsin. Gəmilərdən hansını mənə verəcəksin? Sənə səhər telegram almışıq. Dövlət donanmasına stajyor lazımdır. Sən gedərsən. Nə? Təzədən şagird olun, dəli İndi olmuşsan? təhsilsiz, təcrübəsiz iş çətin olacaq. Komissiya gəlməmiş evimizdəki söhbətin əvəzin çıxırsa? Axmaq. Əlbəttə axmağam. Səndən hər şey gözləyirdim, məndən intiqam Nə almaq. danışırsan Əsəd? Yaxşı. Başa düşürəm, gedərəm. Arvadı, uşağı da atıb gedəcəyəm. Bundan boyun qaçırsan, məni başqa şeydə dolaşdırarsan. Vur, indi meydan sənindir, vur. Axmaq. Papiros qoymusan? Bu zirzibili bura niyə doldurmusan? Bu nədir? Bir saatlığa bir gün niye getmirik? Heç məndən soruşmusan, səni aparıram ya yox? Elə bir kurorta yığışıb. Kölgə kimi nə düşmüsən dalımca. Burada qalsan yaxşıdır. Hiç benimle məsləhətləşirsən. Bu mənim işimdir. Yaxşı, hələlik. Hə, Cəlil, salamat qal. Sağ ol. Sağ ol Cəlil. Yaxşı Çox yox, sağ ol, xəcalətindən çıxaram. Yox, sağ ol. Cəlil, sənə məktub yazacağım. Yaxşı, Bax, yaxşı. arxayın ol, mütləq yazacağım. Yaxşı yox. Əsəd haqlıdır. Sən burada qalsan yaxşıdır. Yaxşı həyat sürmək üçün mən ona getməmişəm. Bəs niyə getmirsən? Sevib getmişəm. Ha. Başımı yarmışdınız ki. Siz həmişə belə qəfildən zahir olursunuz. Yan yöresini görmeyen adama böyle gelir. Bunları kurmak lazımdır. Hiç kız kömek eləmir. Yaxşı. Siz nə dediniz? Deyirəm kurmak lazımdır. Hiç kız kömek eləmir. Ha, yaxşı deyərəm kömək edərlər. İltifatınız artık olsun. İsmət, gəl biz evlənək. Doğru deyirəm. Hə? Sən tək, mən də tək, ikimiz də bir evdə yaşayırıq. Hiç, Ciddi deyirəm, siz yaxşı qızsınız. Elə mən də pis oğlan deyiləm ki. hiç belə də birdən-birə. Məni bağışlayın. Sizi incitmək istəmirdim. Mən də deyirəm, niyə İsmət bizdə qalmaq istəmir? Qonağa hürmət eləyərlər. Gönlünə niyə deyil? Hirsimdən, özün deyirsən ki, mən kinliyəm. Qonşulara salam. Gözləmirdiniz. Niyə ki? Buyurun əyləşin, hoş gəlmişsiniz. Sağ olun. Oturmuşduq evdə, dedim ay Bilqeyiz. İndi ki qonşu bizə gəlmir. Dur biz onlara gidelim. Hoş gəlmişsiniz, buyurun Çok sağ əyləşin. olun. Əyləş. Nə olmuşdur ki? Heç nə? Qonağa gəlmişik. Qonaq evin yaraşığıdır. Atalar deyib ki, yaxşı qonşu qardaşdan da artıqdır. Qonşu arasında səmimiyyət olmalıdır. Sizə xəbər verməyiblər. Qasırğa başlayacaq, idarədə səhərdən sizi axtarırlar. Neçə? Qasırğa? Mən ki laf aydın dedim, qasırğa başlayacaq, sizi gözləyirlər. Bu saat gedirəm. Neçə dəfə demişəm ki, maşını açıq havada qoymayın. Heç nə olmaz, bu gecə nə yağış olacaq, nə də külək. Mən yalan dedim. Sağ olun, dadıma çatdınız. Değmez.
Dəyər, çox qəzəbliydim, əlimdən xata çıxa bilərdi. Doğrudan, mən heç sizi belə bilməzdim. Elə bilirdim sakit adamsınız. Yaxşı. Nahaq yerə bizim evdən köçmək istəyirsiniz. Sizdən üzr istəməyə hazırlaşırdım. Məktəbdə qalsam yaxşıdır. Özünüz bilərsiniz. Əlbəttə. Bu nədir? Maşını yenə açıq havada qoymuşsunuz. Yoldaşlardır mən. Sənin kimlərini çox görmüşəm. Qaş qarılan kimi iş atıb qızlarla gəzməyə gedirlər. Mən evliyəm. Nə olsun ki evlisən ya subay? Məhkəməyə verəcəyim. Rədd olar teldən. Komsomoldan da. Nə var Əynə küskürüb boğazını yırtırsan. Uşaq benzin dalınca gedib də. Gecəyəli tor atacağıq. Bu fağır da hazırlaşır. Mən niyə onları apardım? Qonşu qonşuya qonaq gedəndə nə olar? Sən məni düşmənin qarşısında alçaltdın. Bilirəm. İndi inandım ki Fərmanla biz heç vaxt dost ola bilmədik. Sən dost ola bilməzsən. Çünki o sənin yerini tutub. O da dost ola bilməz çünki Onu meteorolog İsmət sevir. sən hardan bildin? Gözlərindən gördüm Fərmangildə. Eybi yoxdur. Mən hələ ölməmişəm. Cücəni payızda sayarlar. O məni sevir. Sevir. Mən də. Mən hələ qət eləməmişdim. Atam, anam dedilər ki, gəllərə get. Yaxşı oğlandır. Fərman isə bunları eşidir və susurdu. Ondan ayrılaram. Səncə o məni yenə də sevir? Sevir. Onda sən nə üçün onu sevirsən? Mən? Gözlərindən duydum. Fərmangildə mənə elə baxırdın ki, aldada bilməzsən. Rədd ol buradan. Heç yana getməyəcəyim. Özün deyirdin ki o Bəli. O səni sevir. Sən gözəlsən. Ancaq ona sənin kimi adlı sanlı oğlan axtaran qızlar lazım değildir. Vəziyyəti tündür. Tez-tez çətinə düşə bilər. Ona bəlkə də elə mən lazımam. Fərman, bu vaxt Neçə? Gec deyir. eybi yoxdur. Başqa vaxt tapa bilmirəm. Tikiş tikmək öyrənirsən. Vəziyyət ağırdır. Özün ki bilirsən. Bəs niyə indiyə kimi demirdin? Al götür. Yox, mən ona görə demirdim ki, sonra hamısını birdən verə bilmərik. Eybi yoxdur. Əsəd eşitsə acığı tutar. Qulaq as, Rubiyyə. Mənim Əsəd adlı bir uşaqlı dostum var. Gəmi batanda o məni tək qoymadı. Bir Əsəd də var ki, mən adamların qabağında cavab verməli olanda o məni tək qoydu. Mən birinci Əsədin evinə gəlmişəm. Aydındır. Nə vaxt bir şey lazım olsa utanma, de. Mən kər deymiş deyən görək. Nə var nə olur? Səhər tezdən prezent almağa gedəcəyik. Sənə deyiblər. Deyiblər, tezdən gələrsən idarədə görüşər. O Fərmandır. Yox. O deyil. O özüdür.
Vay, başına xeyir, külağına yıxır. Az oldu, yok yiyeceğim, orada yiyeceğim. Ferman kim? Vay, doğrudan. Gece yarı onun yanından çıktığını da görüblər. Gör indi əsər gələndən sonra nələr olacaq? Yalandır. Bu bir ayda elə gün olmayıb ki, Fərman səhərə kimi mənim yanımda olmasın. Onun fikrində məndən başqa heç kəs yoxdur. O mənim razılığımı gözləyir. Sağ olun, yenə də adıma çatdınız. Dəyməz. Dəyər, dedikodun qabağını aldınız, yoxsa pis olardı. Ürəyinizə başqa şey gəlməsin. Mən sizin ideyanızla maraqlanıram. Qorxulu qayalar, dənizlə mübarizə. Ürəyimə heç nə gəlmir. Dənizdə batmış əsl dostu çıxardarıq. Əsəd gələndə ona verərik. Bəlkə biz doğrudan da, hə? Nə? İndik arada söz gəzir, evlənək. İsmət. Qorxulu qayalar dəhşətdir. Ora mənə hər şeydən qorxuludur. Orada mənim atam ölmüşdür. Bəli, qorxulu yerdir. Ora insanlardan güclü idi. Əgər biz o yerə qalıb gəlməsək, onda balıqçı çörəyi mənə haramdır. Addım-addım dırmaşıb, yola çıxarıq, şərait düzəldərik. Sonra nə qədər istəyirsən balıq tut. İnanmaq olar? Olar, ancaq qorxuludur. Hər yan sualtı qayalıqdır. Bəli, kör-körane iş görmək o qədər də asan deyil. Bütün qorxulu qayaları işıqlandırarıq. Yanıb sönən sarışqa tərəf sür. Qayalığın içinə gir. Qayalar aypara şəklindədir. Balıq ora limana girən kimi axıb gəlir. Çox keçməz ki, ada bizim bazamıza çevrilər. Bu da bizim dənizlə ilk mübarizəmiz olar. Belə mübarizənin saldatı olmaq böyük şərəfdir. Məyər bu saadət deyilmi? Həm də kiçik, şəxsi saadət yox, əsl mənada böyük saadət. Ölkənin gələcəyi naminə, insanların xoşbaxtlığı naminə. Elə deyilmi Cəlil? Sən necə bilirsən? Cəlil. Hə? Elə deyilmi? Hə, əlbəttə elədir. Bu iş baş tutmasa deməli batdıq. Axırıncı qəpiyimizi qoymuşuq axı. Deyəsən, qoca vaxtında yamaqlı şalvar geyməli olacaq, hə? Könlü balıq istəyən özünü suya verər şirəri. Elədir, elədir. Mən Əsədgilə yedən gecə deyirlər, səni də orada görüblər. Mən oradaydım, ancaq səni görmədim. Görsəydim də sustardım. Məni sevdiyin üçün? Yox, xırdaçılığı sevmədiyin üçün. Aa. Daimi yanan kırmızı ışık qayalıqdır.
sönen sarı ışık yol açılır. İndi eksin olacak. Bilqeyis, mən səni sevirəm. Bilqeyis. Rüsvayçılıq olacaq. Böyük rüsvayçılıq. Onlar yanıb sönən sarı ışıq tərəfə sürəcəklər. Deməli, qorxulu qayaların içinə girməyib, sağa gedəcəklər. Əli boş qaynacaqlar. Təzədən gedib, yenə də əli boş qaynacaqlar. Aydın olacaq ki, təzə sədir mayakları dəyişik salıb. Bəs birdən qayalara toxunsalar. Ne olub? Dostlusa qorxulu qayalara. Oldu. Yaxşı yol. Hava yaxşı olacaq. Çok güzel. Ramiz tez ol. Yenə də gedirsə. Yaxşı. Ömürlük getmirəm. Atam bər xəstələnib, o qızdırma içində yanır. Axı indi o ova gedən əsl dost gəmsəl skançı təyin olunub. O mənə lazım deyil. Sən get. Dostumla gedəcəyəm. Kiminlə? Cəlillə. Olsun. Celil! Ha! Burayı! Al, tut. Senin köməyin mənə lazım deyil. Celil, Əsədlə gedəcəksən, əsl dost gəmisində. Mən? Ha. Biz onunla köhnə dostuq. Mən oxumağa girəndə danışmışdıq ki, həmişə bir yerdə olacağıq. Gedək. Yaxşı yol. Qorxulu qayalara getməkdən boyun qaçır. Körpünü götürün. İpləri açın. Çünkü varlığım qorxulu
qorxulu qayalarla möhkəm bağlıdır. Çətin işdir, görək nəticə necə olar. Siz ki həmişə çətin işə getməyi sevirsiniz. Bunu sizə kim dedi? Özünüz. Siz mənə öz tərcümə halınızı hələ biz tanış olmamışdan danışdınız. Coşqun dənizi mən çox sevirəm. Coşqun sözünü insanlar dənizdən götürürlər. Coşqun dəniz. Mən alim deyiləm ki, göyə yeni yollar salın. Mən dənizçiyəm. Dənizin özünün də böyük yolu vardır. Mən görürəm ki, bu sahildən dünyanın hər yerinə qiymətli qızıl balıq göndərilir. Əvəzində isə bura yeni gəmilər, böyükzən kombinatlar gəlir. Dəniz bizə tabi olur, o bizə baş əyir. Məyər bunun xatirinə coşmaq olmazmı? Sola sür. Sarı ışık tərəfə. Kırmızı ışığa tərəf. Ancaq kırmızı ışığa tərəf sürmək lazımdır. Fəlakətə yol vermək olmaz. Sarı ışık tərəfə sür, sola döndər. Ancaq kırmızı ışığa tərəf. Qorxulu qayalardan kənar sürmək. Yoxsa mütləq fəlakət üz verəcək. Gəmi parça-parça olur. Kırmızı ışığa tərəf. Ne oldu? Hasta değilsin ki. Ged aşağı. Get dincel. Mən belə etmək istəmirdim. Celil! Celil! Necə olur olsun çıxış yolu tapmaq lazımdır. Eğer geminin böyle suya batıpsa biz buradan çıkmamış su bizi basacak. Bu düzdür. Sıçan tələsi. Onlar bizi tapmaq üçün bütün dənizi gəzəcəklər. Heç kəsin alına gəlməyəcək ki, biz burada suyun altındayıq.
Əsli dost, əsli dost. Mən yerəm, mən yerəm. Əsli dost, əsli dost. Ne haber var? Əsli dost bizim heç bir çağrışımıza cevap vermir. Bütün xilas edici gemileri çağırın. Koyaktaşa çıksınlar. İmumi heyecan signali verin. Oldu. Sür, tez ol. Geminin böyürü. Sağa sür. Ses gelir. Kömeğe edin. Buradayım. Sola. Kayada adam var. Celil. Celil'dir. Ölü. Onlar buradadılar. Gemini deşmek lazımdır. Erman! Aşağı! Asat da buradadır. Sen özünden korkursan. Neden korkacağım? Böyle bir əhvalattan sonra Ferman'a ne oldu ki mənə də ne ola? Ruhiye hiçbir söhbətin yeri değil axı. Bəs neden danışaq? Şeylerini yığıştır. Yığıştırım. Hə, yığıştır. Biz hara geliriz? Sen gelirsen ananın yanına, şehre, öz evinize, orada.
İnsan hər şeyi ya bərkdara düşəndə, ya da keyfi sazalanda dərk edir. Hələ orada, qorxulu qayalarda mən anladım ki, biz bir-birimizi aldadırmış. Əsəd, mən aldatmışam. Sən o dedikoduya inanmışsın. Boş sözdür, mən aldatmışam. Özün dedin ki, onsuz da sən evdə əşya kimi bir şeysən. Stol kimi, şkaf kimi bir şeysən. Doğrudanmı? Doğrudanmı sən belə əclafsan Əsəd? Əgər şkafın artıq olmazsa əclaflıqdırsa, mən əclafam, əclafam. Əsəd! Qoy elə bilsin ki, mən əclafam. Onda az dərd çəkər. Başa düşürəm. Mən özüm də elə bir vəziyyətdə idim. Yox, səninki başqadır. Fırtına, duman, fəlakət, buradasa... Burada nə? Burada bircə mən günahkaram. Dəniz sakit, səfər təhlükəsiz, fəlakəti, briqadinin həyatını kimdən soruşacaqlar? Kapitandan. Kapitandan? O günahkar deyil. Necə? Ancaq bil ki, Fərman, mən düz sarı işığın üstünə gedirdim. Səhv etmirsən, Əsəd. Əminsən, sübut edərsən. Yox, edə bilmərəm, yox. Ancaq Fərman, bu hadisədən sonra gözümün qabağından Cəlil və sarı işıq çəkilmir. Sarı, sarı, sarı! Ölümdən başqa çıxış yolu yoxdur. Axmaq. Yox, doğru sözümdür. Bu haqda çox fikirləşmişəm. Onsuz da mənimki gətirmir. Belə yaşamaqdansa... Onda kimi gözləyirsən? Arvad evlərinə göndərmək lazımdır. Yaxşı, olsun. Dənizdə boğulanda bu kəndirə sarılmışdıq. Dediklərin yalandırsa, götür özünə az. Yalan demirsənsə sabah gəl birlikdə həqiqət axtaraq. Aydındır. Tez ol, şəhərə sür. Sənsən. Nənə.
Ye. Gene gecəni yatmamsan, səhərə kimi hardaydın? Rüqiyyənin dalınca getmişdim. Nə? Ruqiyyənin dalınca? Bəs qırmızı işığa niyə toxunmuşam? Qırmızı işıq da yoxdur axı. Bəs sarı? Sarı? Sarı işığa əvvəlcə toxundum. Əgər doğrudan da o sarı imişsə, onun izini tapmaq olur. Tapdım! Tapdım! Sarıdır. Fərman! Yaxşı, yaxşı. Məmə. Bəs onda işıqları kim dəyişdirib? Kim? Cəlil? Niyə ki? Baş sağlığı verməyə gəlmişsən. Sən onun ölüsündən də intiqam aldın. Mən həqiqəti tapmaq üçün dostuma sədə kömək etmişəm. Cəlildən intiqam almamışam. Hayır. Əgər sən intiqam alsaydın, onda bilərdim ki, sən yenə də məni sevirsən. Mən sevirdim. Mən də. Cəlilin aldığı mirvardan sənin verdiyin balıq qulağı mənim üçün daha əzizdir. Aç onu. Bunu bir daha takma. Aç onu. Siz elə həmişəki kimi qəflətən zihur edirsiniz. Siz də həmişəki kimi mənə təklif edin ki, sizə ərə gedim. Bu dəfə susacağım. Nahaq yerə, bu dəfə mən razılıq verərdim. Sevgimdə möhkəməm. Bax, bu dənizi sevirəm. Bu torpağı sevirəm. Bu həyatı sevirəm. Onun səadətini, mübarizəsini. Mən ölənə qədər də belə olacağım. Mənə elə gəlir ki, sizə mən lazımam. Ancaq mənim kimi adam. Şad və dərdli günlərində səninlə olsun. Sən yaxşı qızsan İsmət. Çox yaxşı qızsan. Mən öz həyatımı qurmaq üçün hələ çox fikirləşməliyəm. Elə belə də yaşamaq olar, deyilmi? Adam yalnız özü için yaşamır. Elə mən ona görə də sizi sevməyə bilmərəm, Fərman.
Mən sənə təəccüb edirəm. Həmişə narazısan. Bütün il boyu qışqırırdın ki, qorxulu qayaları fəth etmək lazımdır. Fəth etdik. Bax gör nə qədər balıq var. Amma sən narazısan. Başa düşürsən, qorxulu qayalar, gəmi bunlar sadə şeydir. Bilirsən, mən istəyirəm ki, bilmirəm sən necə başlayalım. Bəlkə ayda da balıq tutmaq istəyirsən, hə? Niyə də istəməyim? Mümkündür. Deməli belə şirəlik. Qoca vaxtımızda daha yamaqlı şalvar giyməyəcəyik. Bəlkə də qəhrəman da oldu. Əlbəttə, gönlü balıq istəyən özünü suya verir. Adət etmək lazımdır. Yola sal, gözlə, yenə də yola sal. Bu həm çətin, həm də fərəhlidir.